Peşəkar sürüş tövsiyələri Part 2. Yüksək sürətli şoselərdə və avtomobilin sıx olduğu yerlərdə avtomobili necə idarə etmək lazımdır ki, öncəki avtomobillə ara məsafəsini və tormoz məsafəsini düzgün tənzimləyə biləsiniz və qəza şəraiti baş verməsin. Ki, avtomobili nisbətən sola çəkdiyimiz zaman, hansı ki, xətti keçməməyə şərtilə öndəki avtomobili görə bilirsiniz. Arada gördüyünüz kimi öndəki avtomobil əyləci sıxan zaman mən də əyləci sıxıram. Yəni öz önümdəki avtomobili yox, ondan daha öndə olan avtomobili beləcə izləyirəm və belə tormozlama elədiyi zaman demək ki, artıq siz də tormozlama eləməlisiniz. Bu formada avtomobili idarə elədiyiniz zaman ara məsafədə saxlamadığınıza görə qəza eləmə ehtimalınız çox aşağıdır. Bu arada qeyd edeyim ki, telefonu əlində tutub video çəkiş eləmirəm. Telefonu bu aparat vasitəsilə beləsə bağlamışam və çəkilişi o edir. Yəni sükan arxasında olan zaman telefondan istifadə eləməyi tövsiyə eləmirəm. Çünki sırf bununla bağlı bir neçə səfər qəza eləmişliyim var. Buna peşəkar sürücülər arasında yolu oxumaq deyirlər. Hansı ki, avtomobili idarə etmək, sükan arxasında oturub, qazı və ya tormozu basıb, sükanı sağa və ya sola döndərmək deyil. Yolu oxumağı bacarmaq önünüzdəki avtomobili deyil, nisbətən belə sola çəkirsiniz və